Salam aleykum, hamını yeni videodan salamlayıram. Bu günləri yenidə gəlmişik, gördüyünüz kimi avtoproyekt servisə. Yağ dəyişmə eləyəcək, bir də yadımdan çıxıb filtrlərin hamısı yoxlanılacaq, hansı lazımdır dəyişiləcək. Bir də əlbəttə ki, razval balans olunacaq, təkərlərin yeri dəyişiləcək. Probeqi də göstərəcəm sizə, hardasa 86 minə yaxın olmalıdır probeqimiz. Demək, hava filtrini yoxladıq. Yeri havalandırdı, usta sağ olsun. Filtrdə hələ dəyişməyə ehtiyac yoxdur. Yəqin ki, növbəti yağ dəyişmədə onu da dəyişərik. Və maşın tam qaldırıldı. Bayaqdan çəkiliş eləyə bilmirdim. Orada gördüyünüz bu Gimplusun motorxanası yuyulurdu. Bəlkə səs-küy vardı. Yuyulandan sonra qurudulur, düzdür, ona görə. Bu arada istəsəniz, avtoproyekt servisdə məhz motorxananın yuyulması da var. Tam garantili şəkildə. Belə, bu arada gördüyünüz maşın təkərlərdə bir-bir gedir. Maşın göydə ola-ola balans olunur, gələcək və buradan biz çıxıb birbaşa gedəcək ora razvala. Bu arada yeni izləyənlər üçün bildirim ki, mən maşının alt hissəsində burada deşiklər asdırmışam. Sırf bu filtrin, bu da motorun yağın buradan süzülməsi üçündür. Heç bir qorxusu da yoxdur. Elə günün bu gündə yağışlı havadır. Qətiyyən buna görə problem yaşamamışam. Artıq bəlkə bir 40 min bu vəziyyətdə sürülüb maşın. Bəlkə də çox, minimum 40 min deyirəm. Gördüyünüz motorxana tam yuyulub. Yağ dəyişməyə gələn zamanda əgər razval balans fikriniz varsa, təkərlərin yerini dəyişmək falan, bunu elə yağ dəyişmə zamanı deyin ki, usta gəlsin elə yerindəcə bu məsələni eləsin. Həm siz vaxt itirməyəsiniz, həm də ona rahat olsun da. Bir də biliyorsun buradan düşdü, bura başqa maşın girir, vaxt olmur, yer olmur, qalıb gözləyirsiniz, deyirsə yaxşı qalsın gələn dəfəyə. Amma həmişə yadda saxlayın, bu formada eləsə sizə də rahat olacaq, ustaya da rahat olacaq. Yəni buradan çıxdısa hazır, təkərlər hazır, bir də razvala girib çıxacaqsınız. Gördüyünüz maşın da yəni yuyuldu tam. İstəsəz ondan da yararlan biləsiniz. Əlavə ödənişləndir, amma mümkündür. Bir də tövsiyəm, naporla heç vaxt elətdirməyin. İndi başqa yerdə də eləyərsiniz, bilirəm. Naporla heç vaxt elətdirməyin onu. Adi şlanqdan yuman qorxusu yoxdur. Baxır suyu şlanqa ara tutursan və mütləq şəkildə də sonda qurulanmalıdır. Yəni hava ilə qurulanmalıdır. Bir də işləyə-işləyə. Görürsünüz bu maşının bilməm səsi oradan bura gəlir yoxsa yox. Bu maşın hal-hazırda işləyir. Demək, bu da bizim yağ filtrimizdir. Usta buyur. Yağ filtrindən ehtiyatlı olun. Yəni yağ filtrinin çalışını orijinal qoydurun. Demirəm gəlin iminlə burada eləyin. Amma tövsiyəm budur. Əlbəttə ki, avtoproyekt servisdir. Bir də o çox ucuzdur. Yağ dəyişmə kampaniyalarına qaçmayın. Yəni 45 manata, 49 manata, 55 manata gördüklərim valla olan mayası nədir ki, mənə çatmır. Bizim burada dəyişdiyimiz o bu gördüyünüz boçka yağdır. Təxminən indi 85 min kilometrdədirsə 10 neçə mindən yadımda deyil, dəqiq 16 min, 18 min kilometrdən bəri bu günə mən elə məhz Amsolun boçka yağından istifadə edirəm. 3 litr 200 tökülür. Heç bir problemi də yoxdur. Amma onu da istəməsəz, yəni belə bir yağlar da burada var. Eyni o yağın Amsolun 0.20'si və bizim APSB SN Plus, yəni tam olaraq bu maşınlara uyğun. Əgər ürəyinizdə şək şübhə qalırsa, amma eyni şeydir, bildiyiniz eyni şeydir. Daha ucuzunu istəyirsinizsə, eyni keyfiyyətdə boçka yağından da istifadə edə bilərsiniz. Yağlar da bu gördüyünüz boçkaların hamısı elə eyni yağda ən çox istifadə olunan və ən çox satılan yağ olduğu üçün Amsolun 0.20'si
Gördüyünüz SN Plus. Bütün standartlarda bizim maşınlara uyğun gəlir. Bu arada hər dəfə də göstərirəm ki, birdən bizi başqaları da izləyər. Çaşqınlıq olmasın. Bura BYD, tək BYD avtomobillərinə baxırmır. Gördüyünüz bölümdəki Dipaldır. Onun böyründəki 205'dir. Burada demək Zikir'dir. Orada motoru, burada yerde olan gördüyünüz Unizet'dir. Bir dənə Porsche'na görə. Baba Porsche'ni yanıb. Gördüyünüz Porsche'ni yanmış. İndi motoru yığılıb üstünə qoyulacaq. Detalı gəlib tapılıb. Belə Çanqanın gördüyünüz CS55'idir. Orada Lisyandır. Yəni bütün növ plug-in və elektrik avtomobillərinə baxılır. Hətta burada stand də var. Bir də bu arada qeyd edeyim ki, mən maşını ümumi kilometrajdan gətirib dəyişirəm. Yəni 7000, 8000 sürürəm. İndi vaxtım nasıl olaraq. Bu da biraz gecikdirdim. 8000'də gətirmişəm. Normalda 7000 tövsiyə edirəm, gətirib dəyişəsiz. Mən hələ 95 ilə sürürəm. Onunla belə maşını 7000'dən bir dəyişirəm. Çoxunuz bilirəm ki, bunu 92 ilə sürürsüz. O yüzden tövsiyəm odur ki, 7000'dən bir dəyişəsiz. Hansı yağ olmasın, hansı olmayaraq. İstəyirsiniz bahalı yağ, istəyirsiniz orta, istəyirsiniz zəif. Zəiflə ümumiyyətlə tövsiyə eləmirəm dəyişməyi. İndi hal-hazırda Eldiri ilə isə peridok yoxlanılır. Bir də ümumi olaraq da baxış keçirir ki, yağ axıdan falan yeri, nə bilim, pılniklərindən falan hamısı yoxlanılır. Ruliboy, oynaq hissələrin hamısı yoxlanılır. Maşın girir razval balansa. Bir də razval balansın avtoproyektdə. O da indirimli qiymətədir. 35 manatdır ümumi gördüyünüz bütün prosedur. Təkərlər çıxır, balans olunur, maşın razval olunur. Təkərlərin lazımdırsa əgər yerlər dəyişdirilir. Bütün bunların hamısı bir yerdə 35 manatdır. Həm də burada nə yaxşıdır ki, yoxlamaq üçün də, yəni razvalı. Buradan çıxırsınız təzədən. Gedirsiniz sola. Oradan çıxırsınız aeroport yoluna. Gedib təzədən Razindən qayıdırsınız da. Yəni həmən o düz yolda rahatça çıxıb yoxlaya da bilirsiniz. Lap belə maşınınıza bələdsinizsə elə buradan çıxıb üzü Fidan tərəf gedəndə də təxminən tuta bilərsiniz. Amma biraz bir də görsən yol mail olur, dönür, nə bilim qabaqda maşın olur falan. Burada biraz maneələr var, amma dediyim kimi aeroport yoluna çıxıb orada rahatça yoxlaya bilərsiniz. Yəni mən həmişə belə eləyirəm. Çox vaxt bir problem olmur, amma ola bilər də cüzü bir dərəcə, 2 dərəcədə indi siz onu hiss edirsiniz də. Hər adam öz sürdüyü maşının tuta bilir də. Yəni mən ola bilər sizin maşınınızı tam bilməyəm, amma sürən adam öz maşınını tanıyır, bilir. Bəs indi maşın razval olunur və işimiz bitir. Bu arada peridok da, ruliboy falan hamısı yoxlanıldı. Yağ axıdan falan yeri heç nə yoxdur. Ümumi olaraq yəni maşına baxış keçirildi, hər şey qaydasındadır şükür. Bu arada antifrizdə azalma olmuşdu. İspareniyadır, normaldır. Maşını 1 il 2 ayda artıq sürürəm. Hətta biz bu 1 litrin hamısı da getmədi. Yarısı demək olar ki qaldı. Gördüyünüz kimi. G12 Plus. Elə rəngi də eynən çəhrayı rəngdə. Bundan istifadə elədik. Gerisi də qaldı bizə. İndi nə vaxtsa olsa inşallah əlavə eləyəcək. Götürüb özümdə saxlayacağım bunu da. Belə ümumi olaraq da bu qədər videomuzdan. Qiymətləri də sonda sizə deyim. Razval balansı dediyim kimi 35 manatdır. Yağ dəyişmə ümumi olaraq, yəni yağ filtre, zəhmət haqqı hamısı bir yerdə 85 manatdır. Mütləq şəkildə videodan və yaxud da Türkiyənin kanalından, Türkiyənin qrupundan gəldi bizi bildirin və qiymətlərdən faydalanın. Ümumi olaraq da deyim ki, yəni təkrarçılıq olmasın, bütün növ
hibrid, plug-in hibrid və elektrik maşınlarına burada qulluq olunur. Və hətta heç yolunuz da düşməsin. Bu gördüyünüz bunun arxasında da dəmirçi, malyar bütün işlərdə görülür. Belə özünüzdən və avtomobilinizdən ehtiyatlı olun. İnşallah gələn videolarda səslənərik. Sağ olun.